Salam aleykum. Ramazanın ilk həftəsini tamamlamağa az qalıb. Bugün toxunacağımız mövzu İslamın özəyi olan mərhəmətdir. Allahın ən çox vurğulanan adları Rəhman və Rəhimdir, yəni sonsuz mərhəmət sahibi. Bəs biz onun bəndələri olaraq bu mərhəmətdən nə qədər pay almışıq? Oruc bizə ac qalmağı deyil, əslində qəlbimizdəki mərhəməti oyatmağı öyrədir. Günün ayəsi. Aləmlərə rəhmət. Ayə. Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. Ənbiya surəsi 107. Açıqlama. Bu ayə Peyğəmbərimizin gəliş məqsədini tək bir sözlə izah edir. Rəhmət. O sadəcə insanlara deyil, heyvanlara, bitkilərə, bütün kainata rəhmət olaraq göndərilib. Ramazan bizə Peyğəmbərimizin bu əxlaqını xatırladır. Əgər biz bu ayda qəlbimizdəki kini, nifrəti ata bilmiriksə, bir-birimizə qarşı daha anlayışlı olmuruqsa, deməli, Ramazanın ruhundan hələ tam faydalanmamışıq. Mərhəmətli olmaq zəiflik deyil, ən böyük insanlıq məqamıdır. Günün hədisi. Mərhəmətə mərhəmət. Hədis. Peyğəmbərimiz buyurmuşdur ki, yerdəkilərə rəhm edin ki, göydəkilər də sizə rəhm etsin. Tirmizi. Açıqlama. Bu hədis kainatın mənəvi qanununu izah edir. Əgər biz Allahın rəhmətini arzuluyuqsa, özümüz də rəhmət saçıcısı olmalıyıq. Ailəmizə, dostlarımıza, hətta yolda gördüyümüz bir pişiyə göstərdiyimiz kiçik bir mərhəmət Allah qatında böyük bir mükafata çevrilə bilər. Unutmayın, Allah bir insana verdiyi mərhəmət hissi qədər ona dəyər verir. Günün duası. Rəhmət diləyi. Gəlin ürəkdən dua edək. Allahım, qəlbimizdən mərhəməti, şəfqəti əksik etmə. Bizi rəhimsiz, qəlbi daşlaşmış insanlardan eyləmə. Sənin sonsuz rəhmətinə sığınırıq, bizi rəhmətindən məhrum qoyma. Xətalarımızı mərhəmətinlə bağışla və bizi bir-birimizə qarşı mehriban eylə. Amin. Əziz dostlar, gəlin bugün bir mərhəmət günü elan edək. Bugün heç vaxt etmədiyiniz bir xeyir iş görün, kimisə bağışlayın və ya sadəcə bir ehtiyacı olanın qəlbini şad edin. Nə etdiyinizi və ya hisslərinizi şərhlərdə yaza bilərsiniz. Sabah 7-ci gündə valideyn haqqı mövzusunda görüşmək üzrə. Kanala abunə olmağı və bu xeyir işdə bizə dəstək olmağı unutmayın.